Yaşıl Asan, yaşıl incəsənət. Ümumiyyətlə, burada hər şey yaşıl rəngdədir. Səbəb isə çox sadədir. Gənclər çalışır ki, öz əsərlərində təbiəti qorumağı və təbiətin ən gözəl mənzərələrini əks etdirsinlər. Çox sağ olun. Sərgidə 200-dən çox rəsm əsəri nümayiş olunur. Müəlliflər isə 16-35 yaş arası iştirakçılardır. Əsərimin adı çay mədəniyyətidir. Əsərdə də gördüyünüz kimi xalça və çay mədəniyyəti göstərilib. Xalçada yaşlı rəngi tək təbiətin rəngi olduğu deyil. Hətta bizim tarixi xalçalarımızda da olduğunu əsərimdə göstərmişəm. Mən bu əsərimdə onu bildirmək istəmişəm ki, yəni çiçək Azərbaycanın hər bir yerini qorumaq lazımdır və ekologiyamızı təmiz saxlamaq lazımdır. Hər bir evdə də bir çiçəyin olmasını ümid edirəm. Bu qədər əsərin içərisindən ən yaxşılarını seçib mükafatlandırmaq kifayət qədər mürəkkəb idi. Çox çətin oldu düzdür ən yaxşı rəsmləri seçmək. Bizim 14 qalibimiz oldu, fəxri diplomlar və digər mükafatlar təqdim olundu. Müsabiqənin şərtlərindən biri o idi ki, mənzərə, natürmort və sırf təbiətlə bağlı rəsm işləri təqdim verilsin. Bu sərginin adını eşitdim, mən də istedim bir işimlə bu sərgidə iştirak edeyim. Yəni, natürmort verdim bu işə, iştirak edim, birinci yeri tutdum. Yəni, gözləmədiyim anda oldu. Müsabiqənin müsbət cəhətlərindən biri də odur ki, burada istəyən hər kəs özünü rəssam kimi sınaya bilər. 3 gün davam edəcək sərgidə həm rəsmləri izləmək, həm də onları satın alaraq xeyriyyə aksiyasına dəstək olmaq imkanınız var. Şəfiqə Elşən, Əfqan Pənəhoğlu, Lider TV.